Mənə qoşulduğunuz üçün təşəkkür edirəm və bu gecə mühazirəyə ekranda gördüyünüz bu təsvirlə başlamaq istədik və bu bir yumurtanın təsviridir. Bu gün mühazirəyə bu təsvirlə başlamağımızın səbəbi budur ki, Əhl-i-Beyt əleyhissalam dini bir yumurtaya bənzətmişdir. Onlar dini yumurtaya bənzədərək dəfələrlə bildiriblər ki, insanların əksəriyyəti həyatları boyunca dindən elə bir fayda görmürlər. Necə ki, yumurtadan yalnız qabığını götürən insan ondan heç bir fayda əldə etmir. Çünki yumurtanın qabığı faydasızdır. Qabıq yumurtanın ən kiçik hissəsidir, ən nazik hissəsidir və yumurtaya bütöv şəkildə baxdıqda kütlə etibarilə ən az paya sahib olan hissəsidir. Amma yumurtanın qabığını, yəni dinin qabığını sındırdıqdan sonra yumurtanın ən böyük hissəsinə, yəni yumurta ağına çatmış olursan. Yumurta ağının isə qoruyucu xüsusiyyəti var və o, özündə bir mükafatı, qızıl dəyərində bir neməti, yəni zülalı, yumurtanın ən qiymətli hissəsini gizlədir. O, ona qədər gedib çatan kəs üçün ən dəyərli olan hissədir və bu bənzətmə, bu təşbih vasitəsilə Əhl-i-Beyt əleyhissalam bizim diqqətimizi bu həqiqətə yönəltmək istəmişdir. Dinin bir neçə təbəqəsi vardır. Din yalnız zahirdə görünən bir şey deyil. Onun daxilində kəşf edilməli çox şey var. İnsan dinin mahiyyətinə çatmaq, onun əslində nəyi ehtiva etdiyini tapmaq, ondan fayda götürmək üçün dinin xarici qatlarını soyub kənara qoymalıdır. Necə ki, yumurtanın öz mərkəzinə çatmaq üçün əvvəlcə onun qabığını sındırmaq lazımdır və mərkəzində gizli, sirli bir şey yerləşir. Eləcə də dinin mahiyyətinə çatmaq üçün onun zahiri qabığından keçmək gərəkdir. Buna görə də bugünkü mühazirənin adı ilahi sirlərdir və bu mühazirə həqiqi dinin gizli yollarından bəhs edir. Quran-ı Kərim Ənam surəsi 116-cı ayədə belə buyurulmuşdur. Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənnə uyarlar və ancaq yalan danışarlar. Burada Əhl-i-Beytdən gələn rəvayətlərdə deyilir ki, insanların çoxu dinin sadəcə qabığını, görünən zahirə hissəsini götürürlər.